Vergi məcəlləsinin 159.4-cü maddəsinə görə işçilərə və digər şəxslərə mal, iş və ya xidmət verilməsi, həmçinin barter əməliyyatları vergi tutulan əməliyyat sayılır. Əgər mallar ƏDV ödəməklə alınırsa və vergi ödəyicisi əvəzləşdirmə almaq hüququna malikdirsə, bu malların qeyri-kommersiya məqsədli istifadəsi fövqəladə hallar istisna olmaqla vergi tutulan əməliyyat hesab edilir. Eyni qayda qeydiyyat ləğv edilərkən sahibliyində qalan mallara da şamil olunur. Vergi tutulan əməliyyatların dəyəri isə ƏDV nəzərə alınmadan 159-cu maddədə göstərilən obyektlər əsasında hesablanır. Tam amortisasiya olunmamış əsas vəsaitlərin silinməsi zamanı isə dəyər qalıq dəyər əsasında müəyyən edilir. Burada 500 manat və ya ilkin dəyərin 5%-dən az olan əsas vəsaitlər tam amortisasiya olunmuş sayılır və ƏDV hesablanmır. Sahibliyində qalan mallar isə yalnız mülkiyyət baxımından deyil, ticarət fəaliyyəti və komisyon münasibətləri nəzərə alınmaqla müəyyən olunur. Bu, 161.3-cü maddə ilə birbaşa bağlıdır və vergi tutulan əməliyyatların dəyərinin hesablanmasında əsas rol oynayır.